Mədrəsə hücrəsinə yığılıbdı cavanlar, sənətə, şeirə dair fikir yürüdür onlar. Biri deyir, həyatın hüsnü süsüdür sənət. Biri deyir, ürəyin döyüntüsüdür sənət. Biri deyir ki, sənət təbiətin səsidir. Biri deyir ki, sənət eşqin təranəsidir. Biri deyir ki, sənət hər bir şeydən öncədir. Biri deyir ki, sənət adicə əyləncədir. Biri deyir ki, sənət cəlb edə bilmir məni. Biri deyir ki, sənət insan düşüncəsini, fikrini, xəyalını uçurur qanadında. Tələbələr içində Əbdülkərim adında bir Sivaslı gənc vardı. Taytuşları hamısı ona hörmət qoyardı. O keçibdi həyatın şaxtasından, qarından, ağlı ilə, duyğusu ilə seçilir dostlarından. Həm də gözəllik çalır. O çalır yana-yana. Eşidən heyran qalır onun mahnılarına. Tələbə dostlarından o yaşlıdır bir qədər. Həmişə olduğu tək yenə bütün nəzərlər yalnız ona dikilir. Dillənib asta-asta danışır Əbdülkərim. Ey mənim əzizlərim, sənət dəryaya bənzər. Onun min bir halı var. Onun sirlərlə dolu öz cahu-cəlalı var. Kiminin bu dəryada gördüyü çör-çöp olur, kimi də dibindəki inciləri vurulur. Məncə, can yanğısıdır şeir sənət əzəldən. Belə anlayıram mən. Qəlbində eşq olanlar dərk eləyər sənəti. İnsan məhəbbətidir yaradan hər sənəti. Məhəmmədə baxırdı o bunları deyərkən. Soruşun, ney çalmağı necə öyrənmişəm mən? Bunun öz tarixi var. Yenə ona dikildi sual dolu baxışlar. O başını yellədib, bir ah çəkdi dərindən. Ah alova çevrilib, saçıldı gözlərindən. Hər günün öz hökmü var. O çaldıran savaşı başlananda dostlar, dəliqanlı cavandım. Sultanın fərmanını vətən çağırışı sandım. Xalqım çağırır deyə mən yollandım cəbhəyə. Qan yox idi gözümdə. Min aslanın gücünü hiss edirdim özümdə. Neçə qovğaya düşdüm, gecə-gündüz döyüşdüm, yorulmadım bir anda. Hər dəfə qılıncımı sağa-sola çalanda neçə şah əskərini mən torpağa sərirdim. Qəhrəman olduğumu hamıya göstərirdim. Ancaq bir gün, o gün ən dəhşətli günüdür mənim cavan ömrümün. O gün mənim indi də yadıma düşən zaman tüstü qalxır başımdan. Qılıncımı sıyırıb at belində süzürdüm. Bu vaxt birdən önümdə bir şah əskəri gördüm. Dönüb qaçmaq istədi, görən kimi o məni. Mənsə macal verməyib, tez haqladım düşməni. O dönüb mənə baxdı, aman, o necə baxdı. Elə bil ki, hər gözü qan dolu bir çanaqdır. O baxışlar bu zaman rəhimsiz bir ovçudan rəhim, aman diliyən ahu tək yalvarırdı. Gözüm qızımışdı mənim, məndə insaf mı vardı? Endirdim qılıncımı kürəyini arxadan, o yıxıldı. Bu zaman bir ney düşdü, qarğı ney onun qoltuğu cibindən. Dirləndi kənara. Dönüb neyə baxdı? Mən heyrətlə baxdım ona. Baxdım yanaqlarından süzülən göz yaşına. Lənət şeytana dedim. Bu dəhşətli səhnədən uzaqlaşmaq istədim. O zarıya-zarıya mənə yaxın gəl, dedi. Get o neyi al, dedi. Aman Allah, buna bax, onun ürəyinə bax, onun duyğusuna bax. Mən tez endim atımdan, əyildim ona sarı. Sinəmə dağ çəkirdi asta pıçıltıları. O danışdı. Sustu göy, sustu yer, sustu hər yan. Təzəcə evləndiyi, gözləri yolda qalan arvadını andı o. Körpəsini andı o. Ah çəkib dayandı o. Başını qucaqladım, hönkür-hönkür ağladım. Həyatımda ilk dəfə nifrət etdim özümə. O sönən gözləri ilə baxıb mənim üzümə, qardaş, olan olubdu, sən yaxamı aç, dedi. Aman Allah, ay Allah, o mənə qardaş, dedi. Yaxasını tez açdım. Dedi, neyi ver bəri? Verdim, aldı. Əsirdi yarpaq kimi əlləri. Dodağını apardı, səslər titrədi, çaldı. Buludlar topalandı, günəş söndü, qaraldı. O neyimi çalırdı? Neyimi çalırdı onu?
ürəyinin qəmini, eşqini, arzusunu qatdı yetim sevgahda o neyin fəryadına. Elə bil çağırırdı kimsə imdadına. Od çıxırdı elə bil o yanıqlı nəfəsdən. Qana dönmüş ürəyim parçalandı bu səsdən. Bu səsdən çıraq kimi gah yanır, gah sönürdüm. Dalıb neyin səsinə düşünürdüm. Ne üçün düşmən edirlər insanı insanlara? Səbəb nədir görəsən bu günahsız qanlara? Nədən ötürü mən onu bu günə saldım görən, töküb onun qanını nə qazandım axı mən? Onun nəğməsindəki yanıqlı xallara bax, şirin arzulara bax, incə xəyallara bax. Tək onunki deyildi bu xallar, zəngulələr. Mənə də çox doğmadı bu güşələr, nalələr. Dünya əsirgəməyib əzabından onu da. Mən onun nəğməsini, eşqini, ruhunu da anlayıram. Düşmənim ola bilməz o mənim. Elə isə bəs bu kəskəsə nə üçün? Qılınc verib əlinə şahla sultan bəs nə üçün? Bir doğma qardaşları qırdırır qardaşlara. Mənim yaram deyilmi bu yazığın köksünə indi vurduğum yara? Yaralı da bu zaman yəqin mənə bunları söyləmək istəyirdi. Sözlə demədi, ancaq sözü sevgiha verdi. Odunu, yanğısını ney də ürəkdən aldı. Ney ürəkdən ürəyə bir incə körpü saldı. Birdən nəğmə kəsildi. Gördüm artıq keçinmiş. Ağlaya-ağlaya mən onu dəfn etdim həmən. Yuxudaydım elə bil, mən ayıldım yuxudan. Gözümə başqa donda görünürdü bu cahan. Qılıncımı tullayıb o andaca yerə mən o mərhumun neyini taxdım onun yerindən. Öyrənməyə başladım o gündən ney çalmağı. Öyrədənim kim oldu? Can yanğısı, göz dağı. Sənət can yanğısıdır mənim üçün ha dostlar. Bu dünyanın oduna gərək yana sənətkar. O bunları deyərkən Məhəmmədə baxırdı. Məhəmmədin gözündən sel kimi yaş axırdı. Bu yaş insan insanın qardaşıdır, deyirdi. Sənət can yanğısıdır, göz yaşıdır, deyirdi. Bəxtiyar Vahabzadə, Şəbi Hicran poemasından Can yanğısı.